Salam, ötən həftənin 5 ən gəlirli Hollywood filmləri ilə mən Bəxtiyar Zamanovam. Ötən həftənin 5-ci ən çox gəlir gətirən filmi Unstoppable-dır. Rejissor Tony Scott'un çəkdiyi Unstoppable filmində iştirak edən aktyorlar Denzel Washington və Chris Pine deyilənə görə təhlükəli səhnələri özləri ifadə ediblər və filmdə çox az kompüter effektlərindən istifadə edilib. Lakin bütün bunlara baxmayaraq, film görüntü effektləri kateqoriyası üzrə yarım finala çıxan 15 Oscar mükafatına namizədlər sırasındadır. Unstoppable. Görüntü effektlərinə görə Oscara namizədlər siyahısında ötən həftənin 4-cüsü olan rejissor David Yates və ssenari müəllifi Steven Klove'un çəkdiyi Harry Potter and Deathly Hallows da var. Məşhur serialın 7-ci hissəsi ən çox gəlir gətirən filmlərin cəmini ötsə də, serialın 3-cü hissəsinə çata bilməz. Serialın ən çox baxılan Harry Potter and Prisoner of Azkaban hissəsi dünya üzrə kino tarixində 700 milyon dollar gəlir gətirən filmlərin 42-cisi olmaq üzrədir. Harry Potter and Deathly Hallows. Ötən həftənin ən çox baxılan Tangled filmi ölkə çərçivəsində 100 milyon dollar gəlir gətirəndən sonra 3-cü yerə düşüb. Tangled cizgi filminin gəliri ötən il The Princess of Frog və rejissor Byron Howard və Nathan Groening'in çəkdikləri Bolt cizgi filmlərinin ümumi gəlirini də ötüb. Tangled. Ötən həftə ilk dəfə ekranlara çıxan Tourist filmi 2-ci yerdədir. Baş rollarda Angelina Jolie və Johnny Depp iştirak edir. Romantik thriller janrında çəkilmiş Tourist filmi 100 milyon dollara başa gəlib. Film 2005-ci ildə çəkilmiş Anthony Zimmer adlı Fransa filminin yeni formasıdır. Tourist. Ən yeni çəkilmiş Voyage of the Dawn Treader filmi ötən həftənin birincisi oldu. Macəra filminin bütün elementlərini özündə əks etdirməsinə baxmayaraq, Narnia silsiləsinin sonuncu Voyage of the Dawn Treader filmi əvvəlki filmlərin hər ikisinin premyerasından sonra əldə etdiyi gəlirin yarıdan da azını götürə bilib. Voyage of the Dawn Treader. Ötən həftənin ən gəlirli Hollywood filmləri bunlar idi. Showbizdə ən gəlirli Hollywood filmləri rubrikasını mən Bəxtiyar Zamanovla bərabər izləməyə davam edin.